Resulullah sallallahu aleyhi ve sellem qadınlar hakkında dediği hadisleri okuyacağım inşallah. Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Şüphesiz ki bu dünya ancak müvəqqəti rahatlıq yeridir ve dünyada en yaxşı rahatlıq əməl salih zövcədir. Səhih Müslim. Sonra Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Allah kimisə zikr eden bir dil, şükür eden bir qəlb, səbr eden bir bədən və əməl salih bir zövcə ilə rızıqlandırmışsa, Allah ona dünyada və ahirette yaxşılıq vermiştir. Tirmizi İbn Məcə. Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Əməl salih bir qadın digər qadınların nümunəsi ağ qarğaların içində beyaz qarğa kimidir. Pis qadının nümunəsi isə zahiri iyili, içi isə xarab olan ev kimidir. Təbəri səhih. Ayşə radiyallahu anhə Peygamber sallallahu aleyhi ve sellem soruşdu. Kimin qadının üzərində ən böyük hüquqları var? Resulullah sallallahu aleyhi ve sellem dedi. Onun əlinin. Ayşə yenə soruşdu. Bəs kimin kişi üzərində ən böyük hüquqları var? Resulullah sallallahu aleyhi ve sellem dedi. Onun anasına. El-Həkimə. Sonra bir qadın Peygamber sallallahu aleyhi ve sellem'den bir soruşmağa geldi. Bir şey soruşmağa geldi. Ve onunla Resulullah sallallahu aleyhi ve sellem'le tanıştıktan sonra Peygamber soruştu. Hayat yoldaşın var mı? Kadın dedi bəli. Resulullah sallallahu aleyhi ve sellem yine soruştu. Onunla necə davranırsan? Kadın dedi. Bacardığım şeylerde hiç vaxt vəzifəmdə səhvə düçar olmamışam. Peygamber sallallahu aleyhi ve sellem dedi. Onunla necə rəftar etdiyine dikkat et. Çünkü o senin cəhənnəm və cənnətindir.